Mənim bu zonadan gedib bir başqa siqaret almağım böyük bir təhlükəymiş. Mən qorxuram, bir söz deyərəm valla. Sonra xatıya düşərəm. Mən sənətin içində xaltura eləməkdənsə, mən elə şəxsi həyatımda xalturalar üstünlük vermişəm. Yaxınlarda mənə dedi ki, hamısını başa düşdüm, zonalar da sizi bağışladı. Söhbət bağlandı. Bu Laçınlılar səni bağışlamayacaq. Azərbaycan filmlərində, film sənayesində maliyyə problemləri var və bu maliyyə problemləri işin keyfiyyətinə necə təsir göstərir? Necə, yoxsa nə qədər? Onu siz izah edirsiniz. Hər tərəfdən təsir göstərir deyə o biraz şaxəli məsələdir. Ümumilikdə çox böyük təsir göstərir. Nədə görünür onu biz? Tamaşaçılar da görə bilir təbii ki, söz yox. Bu sadəcə siz işin içində olduğunuza görə. Tamaşaçılar müəyyən qədərini görür, amma bizim gördüklərimiz. Onu istəyərdik, o mətbəxi biraz açasınız bizim üçün. Yəni maliyyəsi olmayan iş mən ölüm, sən ölümlə qardaşlıqla olur, müəyyən qədər. Belə işlər var. Bir də maliyyəsi olan işlər var ki, hansı ki, o işin doğrudan da maliyyəsi var. Orada overtime hesablanır, orada hamı, heç kim narazı deyil, heç kim biri qardaşlığa, biri yoldaşlığa, biri nəyəsə gəlməyib, hamı öz qanararını danışıb gəlib. Çox oynamısınız bu qardaşlıq xatirinə rollardan? Çox. Səmərəsin olub, yoxsa? Olan da var, olmayan ancaq daha çox. Ancaq təcrübə olub səmərəsi, yoxsa davamlı bir dostluq da yaranıb? Təcrübə belə deyim də, mən qeyri-peşəkar vaxtlarımda olmayıb ki, o mən deyim ki, mənim üçün təcrübə olubdur. Təbii ki, hər belə ən zəif saydığımız bir çəkiliş belə aktyora təcrübədir. O maşının kilometrajı getdiyi kimi yazılır. Bəli, təcrübədir hər bir halda, amma o qədər deməzdim. İndi mən o son dönəmlərdən danışıram, yaxın keçmişdən 5 il, 7 il, 3 il ki, zaman-zaman o insanlar elə bizə yaxınlaşıb ki, qardaşlığa, yoldaşlığa, simvolik rəqəmlərə, yetər ki, bu işi ortaya qoyaq, yetər ki, bu işi sonrası yaxşı olacaq. Məsələn, probanı bizlə çəkib, iş təsdiqlənəndən sonra başqaları ilə işləyəndə sorularımız var. Nə qəşəng qardaşlıqdır o elə. İndi bəs nə cavab verirsiniz o qardaşlıq təkliflərinə? Hindi də... Düz ölçürəm, bilib biçirəm, baxıram, adamına baxıram, işin özünə baxıram, ədəb materiala baxıram. İnanıramsa ki, hə, burada bunun mənim bir uğur tərəfi, eyni zamanda bir rəngarənglik olar sənətimə, bir fərqli bir şey oynamış olaram. Elə hallarda, hə. Neyi çatdırmağa çalışırsınız daha çox rollarınızda? Ki, mən belə başa düşdüm ki, müəyyən bir kriteriya var. Əgər həmin o kriteriyaya uyğundursa, sizə müəyyən aşağı məbləğdə də təklif olunsa, onu qəbul edəcəksiniz. Deməli, sizin nəsə çatdırmaq istədiyiniz bir dərdiniz var. Yox, o aşağı məbləğ üzr istəyirəm, belədir də. Aşağı məbləğ, mən bugün, məsələn, 10-a olan şeyi bugün sizin xətrinizə 5-ə eləyirəmsə. Çox sağ olun. Çox sağ olun. Yox, bizim aramızda elə bir ticari məsələ. Yoxdur elə bir. Məsələn deyirəm, siz film çəkirsiniz. Mən gedib orada 5 manatlıq oynamıram. O sözsüz, təbii ki, siz... Mən orada baxan tamaşası bilmir ki, səmimi nə qədər qanarar alır burada, nə qədər almır. Tamaşası baxır ki, bu adam yaxşı oynayır. Sualım tamam başqa istiqamətdə idi. Yəni, bu adam 10 manatlıq, 10 milyonluq rolu 5 milyona razılaşıb, amma 10 milyonluq dəyərdə oynayırsa, deməli, bu adamın insanlara çatdırmaq istədiyi bir dərdi var. Mən o həmin dərdi mən başqa yerə getmədim, sadəcə haşiyə çıxdım ki, o dedi ki, 5 manatdır, 10 manatdır, onu şeylədim. Mən şəxsən bir aktyor kimi deyəcəyim, özüm şəxsən deyəcəyim ki, mənim cəmiyyətə, mən bunu aşılayım, bunu illə də, mənim elə bir carçı, elə bir şeyim yoxdur. O məndə dəyişir obrazlara görə. Mənim belə deyəcəyim, o mənim işim deyil, nə də həmkarım aktyorların işi deyil, o rejissorların işi deyil, senaristlərin işidir ki, hansı mövzuya yanaşıblar və nə demək istəyirlər, işin ali məqsədi nədir, mən bundan nə demək istəyirəm. Və biz də o ədəb materiala adaptasiya oluruq, onu təhlil edirik, artıq onu da bilirik nə demək istəyirik. Öz personajımın adından. Bəs əvvəlcədən nə demək istədiyinizi bilməsiniz. Yox, əvvəlcədən ortada ədəb material. Yox, elə deyil axı. Mən işdə nə istədiyimi bilirəm.
Mən o nə istədiyiniz nədir onu soruşuram da. O personaja bağlıdır da, personajın yaşantısına bağlıdır. Ədəbi materiala, ssenaristin onun xarakterini nə qədər açmağına bağlıdır ki, mənim də öz təhlillərimdən sonra bilim ki, nə demək istəyirəm. Məsələn, siz mənə desəz ki, Nar bağında sən nə demək istəyirdin, mən onu deyərəm. Deyə bilərsiniz hansısa bir başqa filmimdə nəyi demək istəyirsiniz, mən onu deyə bilərəm. Bu da işə görə dəyişən Sual şeylər. qaynayır içəridən, mən soruşmaq istəyirəm filan filmdə, filan obrazla nə demək istəyirsiniz? Hələ ki onu saxlayıram, tamaşaçılar qoy izləsinlər, sonra soruşacağam. Baxın əziz tamaşaçılar, bu sualın sonrasında qeyd elədim hansı filmdə nə demək istəyirdiniz. Adını da qeyd elədim və obrazı da qeyd elədim. Mən bilmirəm hansı filmdən Bəli, mən bilirəm. Kefli İskəndər obrazını canlandırmaq arzunuz var? Yoxdur, olub. Uşaq vaxtı olub. Gənc vaxtlarım, 20 yaşlarımda, teatrda işləyəndə, 22 yaşlarımda o vaxt belə bir istəyim var idi. İndi daha yoxdur. İndi heç bir belə bir rol yoxdur ki, mən arzuluyum ki, mən onu oynayım. Bütün oynamaq istədiyiniz rollar? Yox, demirəm ki, oynamaq istədiklərimi oynamışam. Bəlkə heç yəni biraz başqa mövzudur da. Yoxdur, elə bir iddiam ki, mən nə bilim Kralleri oynamaq istəyirəm, mən nə bilim Şah Qacar oynamaq istəyirəm. Bu bəlkə ola bilər ki, Azərbaycan reallığı ilə əlaqəli bir sönmə olsun? Yox, bu qətiyyən sönmə deyil ki. Bu qətiyyən sönmə deyil. Mən Kefli İskəndəri niyə oynamaq istəmişdim? Mən tam fərqli, tam başqa rakursdan baxırdım Kefli İskəndərə ki, mən Kefli İskəndəri belə oynayaram. Mən məsələn Kefli İskəndəri istəyərəm oynayım, məsələn, istəmirəm, heç o yaşım da artıq. Amma Kefli İskəndər məsələn bizə başqa cür göstəriblər axı. Kefli İskəndər çox səliqəli, çox qraмотlı, çox bildim Fransa görmüş adamdır, Paris görüb, təhsili var, bildik, hamısını bildik. Amma gəlin görək o vaxtı onu yaşadardılarmı, qoyardılarmı ki, o adam həm o sözləri desin, həm də o cəmiyyətdə yaşasın. Biz bir dəfə görməliyik ki, o üzr istəyirəm ifadəmə görə, o uzanıb hardasa bir yerdə qalıb orada, bildiniz nə demək istəyirəm, hansı vəziyyətlərdə onu görməlidirlər ki, Kefli İskəndər belə deyilsin. Yəni, Kefli İskəndər o avtoritetə malik olsun. O qamətlə, o şeylə, o, yəni, bax, Bəhlul Danəndədən, məsələn, Harun Ər-Rəşidin qardaşı olub. Niyə divanə deyiblər? Kişiyə divanə adı qoyublar. O divanə adı onu xilas eləyirmiş. Yəni o elə onun öz qardaşı başı nəkərdir, Harun Ər-Rəşid özü başı nəkərdir də, yəni onun divanəliyi olmasa. Bir dəyişiklik varmı 20 yaşında Kefli İskəndərə haqq qazandıran səmimi ilə indiki səmimi arasında? Çox fərq var, amma Kefli İskəndərlə bağlı heç bir dəyişiklik yox. Heç bir dəyişiklik. Necə haqq qazandırırsınızsa, elə də indi də haqq qazandırırsınız. Bəli. Təşəkkür edirəm. Bir obrazı canlandırmamışdan qabaq oturub onu ilə bir söhbət edirsinizmi? Bir dərdləşirsinizmi? Bir onu dinləyirsinizmi? Hətta mənfi, ən alçaq bir obraz olsa da, indi aktyordur da, rol təqdim edir. Haqq qazandırırsınızmı onu? Haqq qazandırmasan oynaya bilmərsən də, haqq qazandırmalısan ki, oynayasan. Heç bir pis adam özünə demir mən pisəm. Yəni məcbursun. Elədiyin hər bir şeyə içində haqq qazandırırsan ki, əcəb elədim, yaxşı oldu ona. Belə, yəni cəmiyyətdə insanlar, hamımız beləyik də, elədiyimiz hər bir şeyə. İndi biraz baxır adamına baxır da, indi o vicdanı kör almış adamlar var ki, onlar hər elədiyinə haqq qazandırır və öz vicdanında elə sakitləşdirir, alladır, bir növ alladır özünü, öz vicdanını. Amma belə, təbii ki, haqq qazandırmasan, onunla vuruşa obraza hazırlamaq qeyri-mümkündür. Mümkündür. Var olub, mən məsələn dəfələrlə gənc aktyorlardan görmüşəm ki, çox yəni pis bir personaj oynayır, onun da içində bir yaxşı axtarır, həzm eləmir, elə bil öz şəxsiyyəti ilə obrazın arasında qalıb, get-gəldədir. Həzm eləyə bilmir, istəyir o pis əməli biraz yumuşaltsın, o da effekti olmur da. Yəni özünə inandırmayıb, özünə inandırmayıb ki, məsələn, onların bəzilərindən, məsələn, deyəcəklər yenə sən negativ danışır, bəzilərindən mən tanıyıram ki, elə, valla özünü oynasa çox yaxşı alınar da, həyatda mən bilərəm olar ki. Ad çəkmirsiniz amma ki. Niyə çəkim ki, nə gerək var ki? Veriliş maraqlı olsun deyə. Əşi yox. Bilən bilir də, özlərdir. Bir gün əgər kamera olmasa, səhnə olmasa, mən neyniyərəm? Düşünmüsünüz?
Neyniyərsən onda? Palaza bürünərəm, elinə sürünərəm, hamı kimi. Yəni başqa bir sahədə səriştəniz var bu mı? sahədə ola, mən zaman çox sahələrdə işləmişəm, çox işlərdə işləmişəm, belə dediyiniz. Dediyim kimi, yəni yoxsa başqa bir Dediyiniz kimi də işləmişəm, o mənə ayıb gətirmir, taksidə işləmişəm. Təbii ki, söz yox, amma bu sənətin belə deyək də, yenə bu keşməkeşlərindən xəbər verir də. Mən əslində siz danışdığınız zaman asmağa çalışıram mövzunu ki, siz niyə işləmisiniz o mövzularda? Bax deyim də sizə. Mən sənətin içində belə rus sözü ilə deyəcəm də, hamımızın bildiyimiz kimi xaltura sözü var. Mən sənətin içində xaltura eləməkdənsə, mən elə şəxsi həyatımda xalturalar üstünlük vermişəm. Deməli, reklam filmlərində görmürsünüz. Olub çəkilmişəm. Çox az. Elxan Cəfərovun Azərbaycan reklamında çəkilmişəm. Az çəkilirəm. Elxan Cəfərov? Bəli. Rejissor Elxan Cəfərov. Bəli. Azərbaycan reklam çəkmişdi, orada çəkilmişəm. Biz də salamlayırıq. Dolu filmi, Elxan əmimiz. Yarımçıq xatirələr filmi, tamaşaçılara məsləhət görürük ki, mütləq şəkildə həmin filmləri izləsinlər. Qarabağ müharibəsi ilə bağlı çəkilən filmlərdir və Azərbaycanın film tarixində həqiqətən yeni səhifə açan filmlərdir. Salamlayırıq Elxan müəllim sizi. Danılmazdır. Sizin səmimiyyətiniz tamaşaçılar tərəfindən çox belə isti qarşılanır da. Bu səmimiyyət daha sonra peşəkar münasibətlərdə, peşəkar sferada bir çətinlik, problem yaratmır? Çox yaradır. Qlobal problemlər çıxmır o dərəcədə ki, yəni onun həllində fikirləşəsən. Münasibətə adı qoyursan, kifayət qədər bəs eləyir ki. Müəyyən qədər yaxınlaşırsınız, sonra görürsünüz ki, artıq o deyil. Yaxınlaşmıram. Yaxınlaşmıram. Mənim səmimiyyətimdən ola bilər ki, kimlərsə biraz daha səmimiləşir, daha səmimi olmaq. Özü yaxın hiss edir. O da münasibətə, yəni ad qoyursan bitir gedir də. Mənfi obrazlar daha çox yapışır sizə, yoxsa müsbət obrazlar? Mənfi belədir ki, mənfidə hər şey eləyirsən. Hər şey eləyə bilirsən. Mənfinin boynuna qoyub çox şey eləmək olur da. Daha aktyor performansını daha yaxşı göstərə bilirsən. Potensialını daha yaxşı göstərə bilirsən. Amma geroyda çox şeylərdən çıxa bilmirsən. Çətindir deyirsiniz, daha çox çətindir. Yox, geroy demirəm çətindir. Geroy zaten ədəbi material geroya oxşuyur. Zaten ədəbi material geroya işləyir. Zaten rejissorun onu təqdimatı, sənin rakurslar falan. Zaten geroydur, yox. Mənfini çatdırmaq daha çətindir? Məncə hə. Sizcə hə. Mən qorxuram bir söz deyərəm valla. Sonra xatıya düşərəm. Yenə böyüklərimiz, ağsaqqallarımız başlayar məni tənqid eləməyə ki, mən istəyirəm deyəm ki, bu sənət o qədər də çətin deyil. Həmişə mütaliə lazımdır, həmişə də düzdür. Amma bəzən o qədər belə asan əmələ gələcək bir məqamda, bir vaxtda, yəni belə əlini belə tutacağın halda gətirib buradan tuturlar. Bəzən aktyorlar nəsə eləmək istəyəndə pis olur elə. Bəzən heç nə eləməmək lazımdır. Yəni bilmirəm nə cür deyim, mən yenə düşəcəm qanı. Radara. Axırıncı radar necə idi? Cəriməsi ağır oldu mu? Deməzdim ağır oldu. Bir kompromisə gəlindi. Yoluna qoyduq. Biz tamam ayrı bir prizmadan yanaşmışdıq. Biz heç bir gözləmədiyimiz, arzu olunmaz bir şey oldu bu bizə. Hə, belə ixtişaş yaratdılar. Yəni mənlə düşmənçiliyin var idisə götür apar məni at buzovnaya. Mənim buzovnadan gedib bir başqa siqaret almağım böyük bir təhlükəymiş. Mən onu orada gördüm. Prosesləri özüm də izləyirdim təbii ki. Həmin o görüş baş verdi. Kompromisə gəlmə məsələsi baş verdi. Amma kompromisə gələnə qədər prosesləri siz də yəqin ki izləyirdiniz. İzləyirdim, qarışmırdım. Neytrallığımı qoruyurdum. Bunu hiss olunurdu təbii ki. Heç bir reportaj yox idi, heç bir intervyu yox idi. Bilirsiniz niyə? Mən aktyoram, oynamışam. Çəkilmişəm, qırağa baxıram, müşahidə edirəm. İş o həddə çatdı ki, artıq məni də narahat elədi. Narahat elədi ki, yəni, niyə belə düşünülsün, niyə belə? Yaxşı, olsun da düşünüldü, amma bunu tələfi eləmək lazımdır. O ağsaqqallar da sağ olsun. Sonra bir dostumuz, rejissor dostumuz Elçin var. Ağazadə. Salamlayırıq onu. Mən də salamlayıram. Onun təşəbbüsü ilə. Sonra orada bir Seyfullah qardaş var idi. O da oranın ictimai fəallarındandır. Onların təşəbbüsü ilə getdik, ağsaqqallarla görüşdük. Mirzə müəllim özü gəldi. Sonra
Hacı Şəhriyar var idi orada. Yəni məsələni elə Mirzə müəllim özü qaldırmışdı. Yəni bizə biraz çox pis o gəlir ki, bəzən bizim öz həmkarlarımız, Mirzə müəllim yox ki, Mirzə müəllimə qoşulan nə qədər həmkarlarımız var idi ki, bizi top ateşinə, mən sağlam tənqidə bir söz demirəm. Amma bilirsiniz, elə bir ürəklərində sözləri qalmışmış. Daha çox yerli pərəstlik məsələləri qabardı, ortaya çıxdı. Daha çox o həmkarlarımız ki, onlar orada kommentlərdə yazır ki, bu gəlmələr gəldi, nə bilim, görürük oynayan səmimidir, görürük, yəni həmkarıdır. Bu gəlmələr gəldi, nə bilim, neynədi, belə pis çıxmasın, mən də gəlməyəm. Bəlkə o sizə ünvanlamaq yox, bu ikra hissi yaradır axı, qardaş, bu olmaz axı. Axı bu, mən deyirəm axı, bayaq mən neytrallığımı saxladım məsələn. Olmaz bir şeyin üstünə o qədər getmək olmaz. Bacardığın qədər yatışdıra bilirsənsə, yatışdırırsan, yatışdıra bilmirsənsə, artıq sənin şəxsi maraqların var burada. Sən bu işi biraz da qurcalayıb, biraz da şey eləyirsən. Nəsə biz düşündük ki, bizə belə reklam lazım deyil. Nə bizə belə, yəni insanların heysiyyatına toxunur. Kimsə ortaya bir söz atır, söhbəti qaldırır. İnsanları da mən qınamıram. Mənim orada məsələn yaxınlaşan o qardaşı da qınamıram. Yaxınlaşdı orada mənə tutdu belə əlimdən ki, o birisinə qayıt ki, budur, bunlardır, belə budur. O hazırsa gəldi. Döymək məqsədi ilə. Yəqin ki də, indi məqsəd təbii ki də, yəni bir, ağsaqqallar yaxınlaşdılar, sağ olsunlar, orada da biz xeyli söhbətlərimiz, yəni bilirsiniz nətərdir, ortada Quran, 3 dənə ağsaqqal, o səni söymür, təhqir eləmir, deyir, bilirəm ki, odur oğlum. Onun da haqlı tərəfləri var. O da özünə görə bir... Onda siz mənə bu cürlə deyirsinizsə, bu cürlə nəql edirsə, onda siz başa düşdünüz də səhvinizi, hə? Yox, gəlin belə deyək. Yox, mən sama cavab edirəm, çox xahiş edirəm. Yox, mən səhv demirəm buna, yenə deyirəm. Bu səhv deyil. Biz ortaya bir film çəkmişik. Biz demirik. Mən istəmirdim bu söhbət açılsın. Bu söhbəti gücündən yatırtmışıq və sakitləşmişik. Bizim də nəzərimizdə heç yox idi ki, bu söhbət bu qədər gəlir. Orada yəni o adamlar ləhcə ilə danışır və deyir ki, Ürəyim qurban, anam da bu zonada qalır elə. Kiraya qalır bəlkə. Yəni bu qədər belə, biz də fikirləşdik ki, yəni bu qədər də biz ola bilər də. Biz, məsələn, Elvin Rüstəmzadə Vətəndaşa serialında məkanın adını dəyişmişdi, çəkdiyi məkanın adını dəyişmişdi. Abdal bəyli qoymuşdu. Məsələn, o bizi vursaydı senarini oxuyanda, məşqlərdə, o bizi vurmamışdı. İnanın, biz oraya heç düşünməmişdik. Film, qısa filmdir. Əsas, yəni bu haşiyələrdir təbii ki, bu olur, keçir, yüzüllər ərzində aktyorların... Yox, mən istəmirəm bu söhbəti, amma mən filmlər sayaram. Nə qədər istər YouTube filmləri, istər köhnə filmlərimizdən ki, mən yəni faktlarla ki, onda niyə dillənmirsiniz? İstəmədik də, indi bu danışdıqlarımızı biz istəmədik ki, uzadaq, danışaq, başa salaq, nəysə. Yəni dedik, kompromisə gələk, əlini ikna elədik, o da sağ olsun. Eşitdi, rejissoru da, məni də. 270 minlik vaxt falan. Bəli, dedik, iş bu həddə çatıbsa, o da sağ olsun, anlayışla qəbul elədi. Dedi, mənə 200 neçə min o baxış eybi yox da, ilk işim idi, belə daşlandım. İlk işim idi belə. İndi inşallah ki, həvəsdən də düşməyib, təzə bir senari yazıb, eyni həmin sastav, eyni həmin uğurlu olsun heyətlə yenə başqa bir növbəti seriyamızı çəkdik. Uğurlu olsun. Çox sağ olun. Sizin işlərinizdə, senaristin, rejissorun işləri də mənim sualım əslində yaradıcı istiqamətlərlə bağlıdır, intriqalarla heç gözəl olardı elə, heç bir əlaqəsi yoxdur. İndi sualım yaradıcı baxımdan yanaşmaq istəyirəm ki, bu obraza necə oldu deyə bəs haqq qazandırdınız siz. Bir də onu izah edin mənə. Zəhmət olmasa, icazə. Onu indi izah edin. Bax qardaş, cəmiyyətimizdə Rəhman kimi bixəbər adamlar çoxdur. Bixəbər. Yəni qısa bir kəlmə ilə ifadə edirəm ki, bixəbər adamlar çoxdur. Və onları biz çoxumuz bilmirik, amma onlar zaman-zaman bizim qarşımıza çıxır, bir əməkdaşlığımız olan adamlar olur, bəzən kimsə. Yəni, heç kimin buynuzu yoxdur ki, bilək ki, bunun buynuzu var da. Yəni, Rəhman da var da.
Rəhman da var. Rəhman hələ özü deyir ki, deyirəm də bu arvad havalanıbdır. Bir lətifə var, deyir, mənim də deyir, filan, mən amma sənin kimi bəziyə bilmirəm, deyir. Birbaşa deyir. Hə. İndi mən də belə haqq qazanır, belə bəziyirəm də Rəhmanı ki. Çox minnətdarım. Bir dəfə dostlarımızdan kimsə dedi ki, Şərif Ağayar yazısı dostumuz yaxınlarda mənə dedi ki, hamısını başa düşdüm, onlar da sizi bağışladı. Söhbət bağlandı. Laçınlılar səni bağışlamayacaq. Ki bu niyə oynamısan? Öz Laçınlılarım məni bağışlamayacaq bu rolə görə. Gəlin məsələni tamam başqa istiqamətə. Yaxşıdır, onlar mənim genimi şəzərəmi tanıyırlar, şükür Allah. Allah sizə can sağlığı versin və Sağ ol. elə var olduqca, yaşadıqca, bu dünyamızda olduqca sənətə rəng qatasınız. Sağ olun, çox sağ olun. Gəlin özünü tamam başqa istiqamətə aparmaq istəyirəm. Laçında kino çəkmək fürsətiniz olsa, harasından başlayarsınız həmin kinonu? Mən yazıramsa, mənim öz uşaqlığımdan başlayar. Niyə? Çünki mən Laçın haqqında film çəkirəmsə, mən 12 yaşıma qədər Laçında yaşamışam və 32 ildən sonra getmişəm. Yəni, əvvəl gördüyüm Laçın, indi gördüyüm Laçın. Yenə film oradan başlayır mənim üçün. Onu demək istəyirəm. Yəni, mən çəkməsəm belə, mənə həvalə olunsa ki, Laçından bağlı, mən öz gördüyüm qədər istər tərifini eləyə bilərəm, istər bildiniz nə demək istəyirəm. Öz prizma, öz şeyimlə yanaşacam da. Yəni, haransa Kolumbiyanı və fikirləşib gətirib Laçını adaptasiya eləməyəcəm ki. Öz təsəvvürünüzdə olan... Öz təsəvvürümə yenə uşaqlığımdan başlayacaq. Aktyorların özünü göstərmək əməli ilə, aktı ilə özünü tapmaq əməli arasında fərqi izah edərsiniz və nə qədər zəruridir bu iki arasında fərq olsun və bu fərqləri də insanlar bilsinlər ki, bu adam özünü göstərmək istəyir və bu aktyor özünü tapmaq istəyir. Rekləyəmi? Onlar nötr elədirsə, mən elə bildim, siz fasilə vermişsiniz. Var da, yəni necə görsənirəm deyə narahat olan, kompleks olunur, belə ədəb material qalıb, tərəf müqabili qalıb qıraqda, bu daha çox özündədir, daha çox bildiniz nə demək istəyirəm də, təbii ki. Biri də var ki, adam kameranı da hiss eləyir, kamera ilə münasibətini düz qurur, qarşısındakı həmkarı ilə də münasibətini düz qurur, eyni zamanda da daxilində hər şeyi düz qurub, zaten biz daxilimizdə, hər şeyi daxilimizdə pişirib sonra oynayırıq. Onda artıq bilirsən ki, adam ciddi işi ilə məşğuldur. İndi hansı layihə üzərində işləyirsiniz? Rusiyaya bir neçə videolarımız gedib, təsdiqlənərsə gedəcəyik. Rusiyaya göndərdiyimiz videoların da daha çox xarakterli, kast xarakterlidir ki, hansı ki, orada özümüzün qısa tərcümə halımız gedir. Onlar baxır, rolə təsdiqləyir. Məsələn, 2018-ci ildə mən getdim, onda da video proba göndərmişdim, təsdiqləndim. Getdim, aktyor adlı seriala çəkildim, 12 serialı. Bu il, məsələn, getmişik, hələ Azərbaycanda birinci dəfə belə bir şey olmuşdu. Səbuh Məmmədovun təşkilatçılığı ilə belə bir şey olmuşdu. 9 yoxsa 10, hətta onlar gəlib burada da çəkmişdilər. Burada da xeyli aktyorlardan istifadə olunmuşdu. Yenə Səbuh müəllimin təşkilatçılığı ilə. Biz Rusiyada getdik, çəkildik Sənan Əlləz. Rusiya serialıdır, İzgoy adında. İstanbulun Konstantinopol olan vaxtlarında, yəni 1910 neçələr. Artıq yayımlanıb? Yox, hələ ki. Bu barədə intervyu vermişsiniz? Yox, birinci dəfə sizə deyirəm. Təşəkkür edirəm. Sadəcə... Amma filmin tizeri çıxıb. Görək indi izləyək tamaşaçılardan, izləyicilərdən, görək məsəl üçün Azərbaycanlı bir aktyorun xarici serialda, tarixi serialda qeyd edir. Tarixi serialda rol almasını nə qədər ajotaj edəcək bizim tamaşaçı? Məsəl üçün film sektoru, teatr yalnız dəyərli olan şeyləri çatdırıb insanlara təlqin eləməklə kifayətlənməlidirmi? Yox. Yox. Açığı, mən həmişə rejissuranın belə gündəm, YouTube filmlərinə təslim olmağının həmişə əleyhinə olmuşam. Amma baxıram ki, artıq bu təslimiyyət deyil, bu
Tərcih də deyil, amma bir qənaətdir ki, belə olmalıdır. Bu qənaətə gəlir ki, bəli, ayaqlaşmalıyıq biz də. Nə qədər çox çəksək, nə qədər çox çəkilsə, hər janrda, yəni siz dediyiniz bütün çılpaqlıqlarına qədər, mənim qısa metraj ssenarilərim var, dostlarım, həmkarlarım oxuyur, deyir ki, yox da bunu hələ bəlkə də nə bilim 5 ilə 10 ilə kimsə risk eləsin, çəksin bir şeyləri falan böyle. Yəni burada o çirkinliyi ilə, istər zorakılıqla bağlı, istər narkomaniya əleyhinə olsun, istər mənim çox ssenarimdə belə biraz şiddətli məsələlər var. Biraz amansız yazmışam o şeyləri. O reallıqla göstərsə, onda görün məni necə qınayarlar. Yəni biz müəyyən bir reallığa toxunanda cəmaatın qınağına səbəb oluq, tuş gəlirik. İndi görün mənim o ssenarilərimi çəksək. Bəs neçə il var sizcə onu? Neçə il var? Vallahi onu bilmərəm. Yaşayırıq. İndidən hesablasaq. İl yoxdur, yox. Keçən ay baş verənlərdən o yana qabağa hesablasaq? Yox, indi də var, onu indi də çəkmək olar. Məsələn, bir sponsor gəlsə ki, mən bu işə yatırım qoyuram, bu işi işləyək, bu işi görək. İndi də eləyərəm mən o işi. Yəni, qorxudan tənqidlər falan deyil, bunlar deyil. Yəni, onu demək istəyirəm ki, mən də bu qənaətə gəlmişəm ki, siz dediyiniz kimi, heç kim qınamasın da, yəni, hər şeyi ütülü şəkildə göstərməyə məncə tamaşaçı özü də sevmir, tamaşaçı özü də istəmir. Hər halda yəqin ki. Hə. Tamaşaçı istər sosial şəbəkədən də hiss olunur, YouTube-dan da hiss olunur, təkcə ütülü şeylərə baxmır. Bəli. Yalnız ütülü şeylərə baxmır. Bizi qınamayın. Tənqid eləyəndə də sağlam tənqid eləyin. Təhqir ümumiyyətlə bağışlanmazdı, keçilməzdi. Amma bu klaviatura qəhrəmanlarına yəni necə bağışlayasan, necə bağışlamayasan da dədəsi yox, anası yox, bilmirsən kimdir. Hamısından da şikayət yaza bilmərsən, hamısından da şey eləyə bilmərsən. Yəni biraz başqa ölkələrin filmlərinə baxıb, başqa ölkələrin filmlərində olan səhnələri belə ağız dolusu danışanda bizə də demirəm tərifləyin, bizə də nə bilim başqa şeylər deyin. Bizi də biraz stimul xətrinə heç qınamayın da. Mən kimi görürəm, deyir ki, mən Azərbaycan filmlərinə baxmıram. Bu məni çox məyus eləyir. Ona görə yox ki, bu baxmırsa məni tanımır, tanımasın. Məsələ məndə deyil ki. Məsələ ümumiyyətlə, bax indi bu səpkidə işlər görülür. İnşallah ayın 15-i biz Ucara yola düşürük. Sonra həmkarlar oradan başqa rayonlara da gedir. Film günləri təşkil ediblər. Bizim Aktyor adlı bir filmimiz var. Hansı ki, rejissoru Aydın Arslan'da bizim istedadlı qardaşımız, dostumuz. Orada başrolda da mən oynamışam. Ən yaxşı aktyor adı var ortada, ən yaxşı rejissor adı var ortada. Belə bir işdir. İnşallah ki, bu işlə biz gedirik rayonlara ki, bizim də orada bir tövhəmiz olsun, bizim də orada bir qatqımız olsun ki, cəmaatı filmə baxmağa səsləyək ki, necə ki, Sovet dövründə insanlar artıq bir mədəniyyət halı almışdı. Mən əyalətdə doğulmuşam, böyümüşəm, mənim yadıma düşür ki, Laçında biz ailəvi şəkildə dəfələrlə filmə baxmağa getmişik. Dəfələrlə, həmişə də, yəni belə olub da, amma indi o şeylər çox yaddaşır. Nə tamaşaya, teatra getməyə, nə filmlərə getməyə. Müəyyən istinalarım var, hansı ki, müəyyən komediya janrında olan müəyyən filmləri demirəm. Amma belə, ümumilikdə bizim tamaşaçıya ehtiyacımız var. Filmlərlə bağlı, komediya janrında olan filmlərlə bağlı elə fikrinizi soruşmaq istəyirəm. Niyə toxunmaq istəmirsiniz? Niyə səsləmirsiniz indiki dövrdə çəkilən komediya filmlərinə baxmağa? Səsləmirəm ona görə ki, niyə səsləmirəm? Yox, səsləyirəm, kim demir ki, deyil. Mən deyirəm ki, tək komediyaya baxmayın. Məsəl üçün, Hozo filminə baxmağa səsləyirsiniz? Yox, səmimi istəyirsiniz? Yox, səsləmirəm. Amma adam var ki, baxmaq istəyir və baxır da, bəyənir də. Səbəbini izah edə bilərsiniz, niyə yox? Mən biraz tamaşaçı kimi yanaşmıram da bu məsələyə. Biraz çox bayağı gəlir mənə. Yox, var da komediyalar var da, amma
dediyiniz məlum filmin tam baxmamışam, amma qarşıma çıxıb. Yəni bu filmlərdə daha çox dramaturgiya ummursan, yox olmur demək olar. Daha çox söz gülüşü, daha çox belə şeylər əleyhinəyəm də, belə şeylərə görə yox deyirəm. Təşəkkür edirəm belə səmimi söhbətə görə. Çox sağ olun. Və tamaşaçılarla adətən bizim qonaqlarımız sağollaşır və buyurun sağollaşın, podkast vaxtını yekunlaşdıraq bu dəfəlik. Sağ olun. Baxımı verilişli izləyin. Tək aktyorlar yox, mənim qarşıma çıxıb bir çox ziyalılar, bir çox başqa sənət adamlarını da bu verilişdə görmüşəm. Bizi də izləyin, filmlərimizi izləyin, dəstək olun. Özünüzə yaxşı baxın əsas. Sağ olun, var olun, minnətdarım.